Hər iki avtomobil yuyulur. Avtoyuma məntəqəsində yox, Bakıdakı orta məktəblərin birinin həyətində, özü də qadınlar tərəfindən. Baxmayaraq ki, normativlərə əsasən məktəb ərazisinə nəqliyyat vasitələrinin girişi tamamilə qadağandır. Sosial şəbəkələrdə geniş yayılan bu fotoşəkil geniş auditoriya tərəfindən sərt tənqid olunub. Məsələnin aktuallığını nəzərə alıb yolumuzu 240 saylı orta məktəbdən saldıq. Sosial şəbəkələrdə yayılan iddialara görə məhz bu məktəbin direktoru və direktor müavini mütəmadi olaraq avtomobillərini məktəbin həyətində park edir. Digər bir iddiada isə səsləndirilir ki, məktəb direktorunun tapşırığı ilə onun və müavinin avtomobilləri məktəbin texniki işçiləri tərəfindən yuyulur. Məktəbin direktoru Esmira Məmmədova Xəzər xəbəri açıqlamasında bildirib ki, 240 saylı orta məktəbdə Dövlət İmtahan Mərkəzinin keçirəcəyi imtahana hazırlıq ərəfəsində təhsil ocağında təmizlik işləri aparılırmış. Avtomobillərin də yağışdan sonra toz içində olduğunu görüb, onu da yumağa başlayıblar. Bununla bağlı nə direktor, nə də direktor müavini tərəfindən işçilərə heç bir tapşırıq verilməyib. Düzdür, mən maşını hərdən bir tələsi olanda, məsələn, harasa getməli olanda, yaxud da ki, park eləməyə yer tapmayanda məktəbin bir küncündə saxlayıram. O birisi maşını isə direktor müavini Arifə xanımınkidir. O da çox təsadüfən orada maşını saxlaya bilər. Ancaq o texniki işçilər tərəfindən maşının yuyulması, bu mümkün olan bir şey deyil. Qadın maşın yumaz və mən əgər texniki işçilərimə maşın yumaq təklif edirəmsə, o birinci növbədə mənim özümə hörmətsizliyim olar. Esmira Məmmədova qeyd edib ki, şəkili çəkən şəxsi tanıyırlar. Esmira Məmmədova baş verən hadisə ilə bağlı Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinə çağırıldığını və izahat yazdığını da qeyd edib. Məktəbin texniki işçiləri Həqiqət Süleymanova və Məlahət İlyasova ilə də əlaqə saxladıq. And içərəm tək övladımın canı heç vaxt eləmədi. Yəni onlar qızlar zarafat yanı götürüb şlankı ora vurubdur. Şlank vurub, deyib ki, burada da yəni ağacın altında quşlar belə gülüşürlər. Özləri də görürsünüz gülüşürlər orada. Mənim hüquqlarımı mən özüm müdafiə edirəm. Məni heç kim məcbur edə bilməz ki, get mənim maşınımı yuyur ya da mənim mavimi maşınımı yuyur. Mən uşaq deyiləm, mənim 53 yaşım var xanım. Yəni sizə belə bir tapşırıq verilməyib? Allaha and olsun ki, verilməyib. Bakı şəhəri üzrə Baş Təhsil İdarəsindən bildirildi ki, 240 nömrəli məktəbin həyətində məktəb direktoruna və direktor müavininə məxsus avtomobillərin texniki işçilər tərəfindən yuyulması ilə bağlı məsələ araşdırılır. Araşdırma çərçivəsində aidiyyatı şəxslərdən izahat alınıb. Sevinç Vaqif qızı, Namiq Hüsiyev, Xəzər xəbər.